Hər vaxtınız xeyir olsun, əziz abituriyentlər. Bu videoda kimin testlərinə yeni salınmış Completing Sentence mövzusunun 102-dən sonraki testlərindən sizə izahlar verəcəm və imtahana hazırlaşanlar üçün bu çox faydalı olacaq. Hansı ki, bunlar vasitəsiz nitqin vasitəli nitqə çevrilməsinə aid olan cümlələrdir ki, burada bir neçə hissənin birləşməsi var və bunlar test toplusunda 102-dən sonraki testlərdə artıq özünü göstərir ki, nəqli cümlənin çevrilməsi, əmr cümləsinin çevrilməsi və yaxud da sual cümləsinin çevrilmə qaydasını bilməlisiniz ki, bu testləri rahat şəkildə işləyəsiniz. İndi mən testlər üstündə izahlar verdikcə qeydlər götürə bilərsiniz və bu qeydlərin üstündə digər bütün testləri yekunlaşdırıb işləyə bilərsiniz. Məsələn, 102-ci testə baxaq. Bizdən birinci diqqətlə şərti oxuyuruq ki, düz variantı istəyir. Qaydalarımız var bizim. Askdan sonra zət işlənməz. Askdır, want to know-dur, wonder'dır. Bu kimi feillər varsa baş cümlədə biz digər tərəfi sual sözü if və yaxud da whether ilə başlamalıyıq. Ona görə burada zət bağlayıcısı istifadə olunmur. Ask ilə zət olmaz, səhvdir. B variantında said me that, saiddən sonra əgər burada canlı tamamlıq gəlirsə, biz bunu to ilə verməliyik. Said to me olmalıdır. B variantı ona görə səhvdir. Told that, yadınızda saxlayın, heç vaxt tell that, told that birbaşa belə yanaşı gələ bilməz. D variantında he said that Stella had talked. Baxın, burada baxırıq ki, düzgün cavabdır. D variantını götürürük. Nəyə görə düzdür? Saiddən sonra zət işlənə bilir. Baş cümləmiz keçmiş zamandadır. Baş cümləmiz keçmiş zamanda olduğuna görə budaq cümləmiz də keçmiş zamandadır. Bu da düzdür. Və zaman zərfimiz də dəyişirilibdir. Biz vasitəsiz nitqi vasitəli nitqə çevirərkən unutmayaq ki, həmişə baş cümləmiz keçmişdədirsə, budaq cümlə də bir addım daha keçmişdə götürülməlidir, yəni keçmiş zamanda olmalıdır. Şəxslər, yəni şəxsi vəzifələri və zaman zərfləri də dəyişirilməlidir. D variantında bütün bu struktur yerinə yetirilibdir, düzdür. Bəs 7 səhv nədir? Saiddən sonra Stella verib, burada artıq to işlənməli idi. Ona görə səhvdir bu bir. İkincisi isə has talked yox, had talked olardı. Yəni, budaq cümlə də keçmiş zamanda işlənməli idi. Sonra 103-cü testə baxaq. Deməli, 103-cü testdə yenə askla zət verilibdir. Olmaz, askdan sonra zət olmaz. Tell zət yanaşı gəlməz. Wonder zət olmaz. Çünki və yaxud da dediyim kimi ask, want to know-dur, wonder'dır. Bunlardan sonra if, whether və yaxud da hər hansı bir when, what, who kimi sual sözlərindən biri gəlməlidir və burada artıq bağlayıcı funksiyasında iştirak eləyir. D variantı düzgün cavabdır qalsın. İndi izah eləyəcəm nəyə görə. Baxın, Jane says burada baş cümlədir, bitdi. Özündən sonra görürsünüz, zət bağlayıcısı da yoxdur, düşübdür. Biz bilirik ki, zət bağlayıcısı düşə bilər, heç bir problem yoxdur burada. Mübtada, xəbər, digər cümlə gəlibdir. Bəs yaxşı deyə bilərsiniz ki, müəllim, niyə budaq cümlə keçmiş zamanda deyil? Çünki baş cümlə indiki zamandadır. Əgər baş cümlə indiki zamandadırsa, budaq cümləni keçmişdə qoymağa ehtiyac yoxdur. Özü ilə olduğu zamanda da qalır. Ona görə də düzdür. Bəs Y-də nə səhvdir? Asked me, baxın, görürsünüz, burada hər hansı bir bağlayıcı olmalıydı. Yoxdur. Onun əvəzinə do gəlibdir. Olmaz. Bu tip testlərdə do does did köməkçi feili işlənməz. Əgər do does did işlənəcəksə, yalnız əsas feil kimi etmək mənasında işlənə bilər. Biz ümumiyyətlə complete sentence-də və yaxud da bu çevirmələrdə cümləyə köməkçi feil kimi do does did gətirə bilmirik. 104-cü testimizə baxaq. 104-cü testimizdə də yenə told ilə zət verilib. Bildiniz ki, artıq told ilə tell ilə zət işlənməz. Said me zət yox, said to me zət olmalıydı. Saiddən sonra to gəlməlidir canlı tamamlığın arasında. Told me zət düzdür. İndi deyə bilərsiniz ki, müəllim, niyə bir səhvdir, amma yəni A səhvdir, amma C düzdür? Tolddan sonra zət o halda işlənə bilir ki, arada bir tamamlıq olsun. Burada da tamamlıqsız verdiyinə görə səhvdir, amma C də tamamlıqlı verdiyinə görə düzdür. Baş cümlə keçmişdədir, budaq cümlədə bir addım keçmişə gedibdir. The day before, yəni yesterday də zaman zərfi olaraq çevrilibdir. C variantında heç bir səhvlik yoxdur. D-də said to me olardı.
Y variantında isə asked me that veribdir. Ask ilə that istifadə eləyə bilmirik. 105-ci testin yarısı burada görsənir, yarısı digər tərəfdədir. Baxaq yenə də. Deməli, bu testdə askdan that verib, A variantı səhvdir, çünki bizdən düzgün istəyir. Digər tərəfdən, bəzən bir cümlədə bir neçə səhv birdən ola bilir, amma biz ən asan yollarla işləyib tapırıq cavabı. Lucy said me, bəs nə olmalı idi burada? Lucy said to me olmalı idi, ona görə səhvdir. Lucy told that, told ilə that işlənməz, ona görə səhvdir. Said that, baxırıq, baş cümlə keçmiş zamandadır. Had, yəni budaq cümlədə artıq keçmişdədir, zaman zərfi dəyişirilibdir. D variantında heç bir səhvlik yoxdur. Y variantında isə told me if veribdir. Baxın, burada səhv odur ki, tell ilə tolddan sonra if, whether, sual bildirən, yəni sual cümləsini düzəldən bağlayıcıları verə bilmirik. Burada that ola bilərdi və yaxud da that düşə bilərdi. Yoxdur, ona görə də bu variantımız da, Y variantımız da səhvdir. 106-cı testə baxaq. 106-cı testdə isə bu isə əmr cümləsinin çevrilməsidir. Belə bir qeyd etdiyim sizə yadınızda saxlayın. Əmr cümlələri həmişə çevrilərkən mürəkkəb tamamlıq strukturunu bizə xatırladır. Mübtəda gəlir, xəbər gəlir, xəbərdən sonra bir tamamlıq gəlir, obyekt əvəzi və yaxud hər hansı bir isim gəlir, ondan sonra to-lu məstər gəlməlidir. İnkardadırsa, notdan sonra to-lu məstər gəlməlidir. İndi A variantında baxırıq, mübtədamız var, xəbərimiz var, tamamlığımız var və not it verib, not to it olmalı idi. Məstər to-lu verilməli idi. Mürəkkəb tamamlıq strukturu war'dan sonra to it. Ona görə səhvdir. A variantı getdi. B variantında isə mübtəda, xəbər, tamamlıq, not to it. Bəli, artıq burada to-lu hissəcik veribdir, inkardır. B variantında heç bir səhvlik yoxdur. Digər variantımızda said me, said to me olmalı idi, ona görə səhvdir. D variantında told ilə to olmaz, told to me olmaz. Ümumiyyətlə, tolddan sonra nə that gələ bilir, nə də to gələ bilir, bunu unutmayın. Y variantında isə səhv bu don't-dadır. Biz dedik axı, inkarını düzəldiriksə necə olmalıdır? Mübtəda, xəbər, isim və yaxud obyekt əvəzi, ondan sonra not to it, yəni notdan sonra to-lu məstər. Belə don't-la verib bu formada verə bilməz. Bu səhvdir. 107-ci testimizdə baxaq ki, nə var? 107-ci testimizdə isə he said, baxırıq ki, baş cümlə keçmiş zamandadır, budaq cümlə də keçmişdədir. Sadəcə zət bağlayıcısı olub düşüb, heç bir səhvlik yoxdur. Bəs B niyə səhvdir? Said ilə if veribdir. Ask, if, want to know, if, wonder, if olardı, amma said-lə if olmazdı, bu bir səhv. İkinci səhv isə is tied, baş cümlə keçmişdədirsə, budaq cümlədə was tied olardı. Keçmişdə olardı. Baş cümlə indiki zamandadırsa, budaq cümlə olduğu zamanda qalır. Yəni indiki zamanda işlənə bilir. Amma baş cümləmiz keçmiş zamandadırsa, budaq cümləmiz də keçmiş zamanlardan birində olmalıdır. Unutmayaq. She told that, told ilə that olmur. Said me yox, said to me olardı. Ona görə bu da səhvdir. Y variantında isə told ilə that istifadə eləyə bilmirik. 108-ci testdə də baxaq. Bu da yenə əmr cümləsinin çevrilməsinə bənzəyir. Yenə də baxaq, amma yox, elə də deyil. Sadəcə birinci cümlə ona bənzədib. Deməli, they said baş cümlədir. Zət bağlayıcısı düşübdür. They, baxın, burada not like olmaz. Didn't like olardı. Çünki bu əmr cümləsinin çevrilməsi deyil. Burada görürsünüz, obyekt əvəzi falan yoxdur. Bu adi çevirmədir. Mübtədadan sonra xəbər gəlməli idi. Baş cümlə saiddi deyə burada keçmiş zaman olmalı idi. Didn't like olmalı idi. Bir də zis də çevrilməyibdir. Bu da səhvdir. Biz bilirik ki, çarə vəzifələr çevrilməlidir. Zis zətə çevrilməli idi. B variantında they said, they didn't like that move. B variantında heç bir səhvlik yoxdur. Baş cümlə keçmişdədir, budaq da keçmişdədir. Zis də zətə çevrilibdir. C variantında səhv odur ki, they told we didn't like this move. Baxın, this səhvdir, zət olmalı idi burada. D variantında they said they didn't like this move. Yenə this çevrilməyibdir, ona görə səhvdir.
Və Y variantına baxırıq ki, Y variantında zeytold, zəttold ilə zət bir yerdə üstlənə bilməz. Ona görə səhvdir. Bu dəyişdirilməli idi. Yəni ki, zət verilə bilməz. Bu qədər izah məncə kifayət eləyər indiki vaxtda. Əgər mövzumuzun arxasında, yəni izahının davamını istəyirsinizsə, bu zaman şərhlərə qeyd eləyin və hansı testləri istəyirsinizsə, hansı nömrədən istəyirsə, hər birinə izah verək. Düşünürəm ki, hər biriniz üçün faydalı olacaq.